Bizim gözləntimiz məhkəmədən deyil. Bizim gözləntimiz hakimiyyətdəndir. Yəni, ölkədəki baş verən bütün proseslər, bütün həbslər, bütün baskılar, repressiyalar nə məhkəmədə, nə Daxili İşlər Nazirliyində, nə polis idarəsində heç yerdə həll olunmur. Yalnız bir yer var, prezident aparatı. Vəssalam. Yəni, ona görə də biz nə gözləyəcəksə, onların qərarını gözləyəcəyik. Yəni, söhbət bundan gedir. Bütün ictimai fəallardır, bütün jurnalistlərdir. Mən ona Kürdəxanı şərti deyirəm, yəni istintaq təcridxanası deyil, ora girovxanadır, ora girovluqdur ki, bu insanlar publik ictimai fəaliyyət göstərməsinlər, ictimai fəallıq ölsün. Bu təkcə onların, oradakı insanların, yəni jurnalistlərindir, digər ictimai fəallarındır, şəxsən onların təcrid olunması deyil, onların girov götürülməsi deyil. Bu həm də digər jurnalistlərə aiddir ki, artıq ictimai fəallıq ümumiyyətlə aradan qaldırılsın. Videolarımızı vaxtında izləmək üçün Baku Times şəbəkəsinə abunə olub bildirimləri açmağı unutmayın.